Salam. Bu da yazı işlərindən. Üçüncü sualın proqramını quracağıq bu gün. Deməli, sualda bizdən soruşur. Faktorialı daxil edilmiş en natural ədədindən böyük olan ilk natural ədədi hesab edən proqram Python dilində yaz. Deməli, biz bir dənə en natural ədəd daxil edib həmin ədədin faktorialını tapıb üzərinə 1 gələcək. Olacaq həmin ədəd n-dən, n-in faktorialından böyük ilk natural ədəd. N ədədi daxil eləyək. Bizdən hansı ədədin faktorialını soruşur? Biz soruşacaq. Input ədədi daxil elədik. Daha sonra çapa getsin. Mən rekursiv funksiyana yazacağım bunu. Müxtəlif yazmaq olar. Məsələn, dövrdən də istifadə edib yazmaq olar. Print faktorial n minus 1. Faktorial adında mən funksiya yarattım. Funksiyamız adı faktorial dev faktorial lokal dəyişənimiz x olsun. Üstün aşağı if əgər x 1'ə bərabər olanda qaytarsın bizə 1. Sonra return qaytarsın x vurulsun faktorial x minus 1. X minus 1. Deməli, gəlin proqramımıza baxaq görək necə işləyəcək, nətər olacaq. Bizdən n natural ədəd istəyəcək, qiymət daxil eləyəcək n-ə və çapa verəcək faktorial n plus 1. Faktorial n. Faktorial n bizdə yoxdur deyə funksiyaya müraciət eləyəcək. Faktorial n. N burada qlobal dəyişəndir, x lokal dəyişəndir. Müraciət eləyəcək, həmin n bu x-in yerində dayanacaq. Nə vaxt n 1'ə bərabər olanda, onda başlayacaq bu qiyməti qoyub yerinə hesablamağa. Rekursiyada bu qiymət öz-özünə müraciət eləyəcək. 1 qaytaracaq və x vuracaq hər dəfə. Təsəvvür edin ki, məsələn 5 daxil elədiksə, olacaq 5 vuraq faktorial 4 axtaracaq, gələcək olacaq faktorial 4. 4 1'ə bərabərdirmi? Yox, düşəcək aşağı. 4 vurulsun faktorial 3. Ta ki, nə var da ki, 2 vurulsun faktorial 1'ə kimi. Faktorial 1'ə bərabərdir. Bəli, 1 qaytardı. Faktorial 1'imiz 1 olduğu üçün 2'ni 1'ə vurdu, oldu 2. Və faktorial 2'ni tapdı, oldu 2. Məsələn, belə-belə bir də geriyə qayıdacaq. Ən sonunda, məsələn, 5 faktorial neçə eləyir, onu tapıb bizə verəcək. Gəlin, proqramı məsələn, nə verək qiymət bizə? Biz 5 verək. 5'in faktorial neçə eləyir? 120 eləyir. 120'dən böyük ilk natural ədəd 121'dir. 5 deyək. 121 çap elədi. Gəlin 4 deyək. 4'ün faktorialı 4 vur 3 vur 2 vur 1 eləyir. 24. 24'dən böyük ilk natural ədəd 25'dir. 25 deməli proqramımız doğru işləyir.